إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Allah Teala bu meclisi bereketli eylesin. Amin. Allah Teala sevgisini kazanmak için sebep vasıta etsin. Ve Allah Resulü sallallahu aleyhi ve selleme tabiçilik ve ona tabi olmağın semereleri, yani bu sünnəni yaşamağın, sünnəyə tabiçiliğin semereleri çoktur, menfaati çoktur ve bəziləri zikr olunacaq ki Allah Resulü sallallahu aleyhi ve sellemi nümunə götürmək, onun yolunu getmək və ona tabi olmağın semerelerinden. Birincisi, Allah Resulü sallallahu aleyhi ve selleme tabiçiliklə ve onun buyurduklarına əməl etməklə insan Allah Teala'nın sevgisini, məhəbbətini əldə edir, Allah'ın sevgisine çatır ve Allah Teala'ya yakın olur. Ve ne kadar insan sünnəyə tabi olarsa, Peygamber sallallahu aleyhi ve sellemin yolunu tutarsa, nafile ibadetlerle Allah'a yakınlaşarsa bir o kadar Allah Teala yakın olur ve Allah'ın sevgisini elde edir. Allah Teala buyurur El-İmran suresi 31. ayette "Kul in kuntum tuhibbunallaha fettebi'uni." De eğer siz Allah'ı sevirsinizse bana tabi olun. Yuhibbukumullahu ve yaghfir lekum zunubakum. Allah da sizi sever ve günahlarınızı bağışlayar. Vallahu gafurur rahim. Allah Teala çok bağışlayan ve rahimlidir. Ve bu ayette Allah Teala bildirir ki eğer Allah Teala'nın sevgisini elde etmek isterse kimse Allah'ın gönderdiği elçiye tabi olmalıdır. Ve İbn-i Qayyim Rahman diyor ki Allah Teala seni seven değildir. Allah Teala seni sevmez. Sen Allah'ın sevgili peygamberine zahiren ve batinen tabi olmasan. Ne vakit ki sen Allah Teala'nın gönderdiği elçi, peygambere sallallahu aleyhi ve selleme zahiren ve batinen tabi olsan ve onun haberlerini təsdiqləsən, emrine itaat etsən, qadağan ettiğinden uzak dursan ve onun dəvətine icabet etsən, Allah Teala seni sever. Ve onun yolunu gönüllü şekilde başka yollardan üstün tutan ve Allah Resulü sallallahu aleyhi ve sellem verdiği hükmü başka hükümlerden, öz nefsinin isteklerinden üstün tutsan ve Allah Resulü sallallahu aleyhi ve sellem sevgini başkalarına sevgiden üstün tutsan ve ona itaati başkasına itaatten öne çeksen, onda Allah Teala seni sever. Yoksa Allah Teala'nın sevgisini elde etmek mümkün değildir. Eğer böyle olmasa, yani Allah Resulü sallallahu aleyhi ve sellem insan özüne numune götürmese, zahiren ve batinen ona tabi olmasa, onda özünü ne için yorursan? Hara istəyirsən başvur ve özün için nur aktar çünkü sende nur yoktur. Doğru yolda değilsen. Eğer insan namazında Peygamber sallallahu aleyhi ve sellem'i numune götürmürse, dualarında numune götürmürse ve ticaretinde, alışverişinde, insanlarla davranışta, danışığında ve batin işlerde eğer Allah Resulü sallallahu aleyhi ve sellem'i özüne numune götürmürse ve eksine bid'atlere, sonradan çıkan işlere yol verirse bu insan nur üzerinde olabilmez. Ve Allah Teala'nın sevgisini elde edebilmez. İkincisi, Allah Resulü sallallahu aleyhi ve selleme numune götürmekle onu ve ona tabi olmakla, onun buyurduklarını yerine getirmekle insan Allah Teala'nın sevgisini elde etmekle yanaşı Allah onunla beraber olur. Eğer bir insanla Allah beraberdirse Allah Teala onu hayırlara müvəffəq edir. Ve belə insanın bədən üzvlərindən, organlarından ancaq Allah Teala'nın razı qaldığı əməllər ortaya çıxır. Çünkü Allah Teala onu sevib ve onu özüne dost götürmüş ve Allah Teala onunla beraberdir. Ve hemçinin Allah Resulü sallallahu aleyhi ve sellem numune götürmekle ve onun sünnələrine əməl etmekle insanın duası qəbul olunur. Ve kim de nafilelerle, Allah Resulü sallallahu aleyhi ve sellem buyurduğu emellerle Allah'a yakınlaşarsa Allah'ın sevgisini elde eder ve Allah Teala onunla beraber olar ve onun duasını kabul eder. Ve bunlara da bu üçüne delil Ebu Hureyre'nin rivayet ettiği hadiste
Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki Allah Teala belə dedi. Yəni bu ilahi hədisdir və qüdsi hədis də deyirlər, lakin daha doğrusu ilahi hədisdir. Allah Teala'nın kəlamıdır. Sadəcə Allah Resulü sallallahu aleyhi ve sellem bizə nəql etmişdir. Və Allah Teala buyurur ki, mən adəli valiyyən, hər kim mənim dostlarımdan birisinə düşmənlik edərsə, mən ona hərb elan edərəm. Və qulum mənə, mənim üçün ən sevimli olan fərz buyurduqlarımla yaxınlaşa bilər. Və insan əgər Allaha yaxınlaşmaq istəyirsə, Allahın sevdiyi qul olmaq istəyirsə, birinci növbə fərzləri yerinə yetirməlidir ki, bu da Allah Teala'nın ən sevdiyi əməllərdir. Və fərzlər dedikdə alimlər deyir ki, haramları tərk etmək də buna daxildir. Çünki haramların tərk olunması özü fərzdir, vacibdir. Və sonra buyurur Allah Teala: وَمَا يَزَالُ عَبْدِ يَتَقَرَّبُ إِلَيْهِ بِالنَّوَافِلِ Qulum mənə nafilələrlə yaxınlaşmaqda davam edərsə, nəhayət onu sevərəm. Onu sevdimsə, onun eşidən qulağı olaram, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Yəni Allah Teala o insanın qulağını hifz edər, qoruyar və Allah Teala'nın razı qaldığı şeylərdən başqa bir şeyə qulaq asmaz, dinləməz. Və Allah Teala o insanın gözünü qoruyar ki, Allah Teala'nın razı qaldığı şeylərdən başqa şeylərə baxmaz. Və Allah o insanın əlini qoruyar ki, Allahın razı qaldığı işlərə ancaq əl atar. Və ayaqlarını qoruyar ki, haramlara tərəf addım atmaz. Ancaq Allahın razı qaldığı, sevdiyi yerlərə tərəf addım atar. Və sonra buyurur Allah Teala: əgər məndən istəyərsə mütləq ona verərəm. Əgər mənə sığınarsa onu hifz edərəm, onu qoruyaram, onu himayə edərəm. Və sonra buyurur Allah Teala: وَمَا تَرَدَّدْتُ عَنْ شَيْءٍ أَنَا فَعِلُهُ تَرَدُّدِي عَنْ نَفْسِ الْمُؤْمِنِ Və mən etdiyim şeylərdən tərəddüd etdiyim yalnız mümin insanın canını almaqda tərəddüdümdür ki, o ölümü istəmir, mən də ona pislik etmək istəmirəm. Yəni bu Allah Teala'ya nisbət olunan fiillər Allahın ucalığı, əzəmətinə layiq şəkildədir ki, Allah Teala heç vaxt məxluqatına müqayisə oluna bilməz. Allah Teala'nın tayı bərabəri, bənzəri heç nə yoxdur. Və mömin də bu hədisdə keçir ki, ölümü istəmir, yəni etdiyi əməlləri kamil hesab eləmir, fikirləşir ki, naqisliklər var, günahlar çoxdur, asiliklər çoxdur və bu halda ölmək istəmir ki, Allah Teala'nın huzuruna günahlarla çıxmaq istəmədiyi üçün. Demək, insan sünnəyə tabi olduqca, Peyğəmbər sallallahu aleyhi və səlləm yolunu getdikcə və onun ümmətinə buyurduğu əmirlərinə tabi olduqca, qadağanlarından çəkindikcə Allah Teala yaxın, Allahın sevdiyi qul olur və Allah onunla bərabər olur. Deməli, ümmətin halının islah olunması Allah Teala'nın göndərdiyi elçiyə tabiçilikdədir. Həm zahirən və həmçində batinən. Və hər kəs özünün Allah yanında dəyərinin, Allaha yaxınlığının və Allah Teala'nın sevgisindən payının nə qədər olmağını istəyirsə, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyinə baxsın. Həm zahirən, həm batinən, həm sözləri, danışdıqları, həm insanlarla davranışı, özünü aparması, həm evdə, həm məsciddə, həm cəmiyyət içərisində özünün halına baxsın ki, Allah Resulü sallallahu aleyhi ve selleme tabi olurmu yoxsa yox? Və nə qədər insan nafilələri edərsə, bir o qədər Allah Teala sevimli qul olar və həmçinin nafilə ibadətlərlə insanın fərz əməllərindəki naqisliklər düzələr. Fərzdə olan naqisliklər nafilə ibadətlərlə düzəlir. Və buna da Əbu Hüreyrədən gələn hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, insanın, qulun qiyamət günü əməllərindən birinci hesab olunan namazıdır. Əgər namaz doğru düzgün, salih olarsa, yararlı olarsa artıq nicat tapmış, fələha çatmışdır. Əgər namaz körlanıbsa, namaz zay olubsa, uduzmuşdur, xüsrana uğramışdır. Əgər fərzlərindən hər hansı bir şey naqislik olarsa, Allah Teala deyəcək ki, baxın qulumun nafilə ibadətləri varmı? Və bu nafilələrlə fərzdə olan naqisliklər düzələcəkdir. Sonra başqa əməllər də buna uyğun olacaqdır. Beşincisi, Allah Resulü sallallahu aleyhi ve selleme tabiçiliklə, onun yolunu nümunə götürməklə, hər bir şeydə ona tabi olmaqla insanın qəlbi həyat tapır. Nə qədər insan sünnəni qoruyarsa, Peyğəmbər sallallahu aleyhi ve selleme tabiçiliyi qoruyarsa, qəlbində həyat olur. Və insan nə qədər sünnəni qoruyursa, vacibləri daha çox qoruyur. Və vaciblərə səhərlənkarlıq insana ağır gəlir. Və yaxud da vaciblərdə müqəssirlik. Və bununla da insan başqa bir fəzilət əldə edir. O da Allah Teala'nın dini ayinlərini təzim etmək.
Və beləcə insanın qəlbi itaətlə diri qalır, qəlbdə həyat olur. Və kim də sünnələrə səhlənkar olarsa, kim Peyğəmbər sallallahu əleyhi və səlləmin ümməti üçün qoyduğu bu yola, bu sünnət əməllərinə səhlənkarlıq edərsə, fərzlərdən məhrumiyyətlə cəzalanır. Ki, insan fərzlərdən məhrum olar. Fərz əməllərə səhlənkarlıq edər və fərz əməllərə qarşı onda naqislik olar. Və həmçinin sünnəyə tabiçiliklə insan bidətə düşməkdən qorunur. Nə qədər insan Peyğəmbər sallallahu əleyhi və səlləmə tabiçiliyi qəsd edər, həm zahirən, həm batinən özünə nümunə götürərsə Allah Rasulü sallallahu əleyhi və səlləmi və nə qədər onun sünnələrinə, həm qovli sünnələr, sözlə olan, həm əməllə olan sünnələri və həmçinin iqrarla etdiyi sünnələrə tabi olarsa, bir o qədər insan bidətlərdən uzaq olar. Və nə qədər sünnətdən uzaqlaşarsa, bir o qədər insan bidətlərə düşür. Və sünnəni hifz etmək, sünnəni qorumaqda səmərələr çoxdur. İbn Teymiyyə deyir, kim Allah Rasulü sallallahu əleyhi və səlləmə tabi olarsa, Allah ona kifayət edər. Allah onu hidayət edər. Hər bir halda, hər bir məsələdə Allah da onu doğruya yönəldər və Allah ona yardım edər və onu ruziləndirər. Kim Peyğəmbər sallallahu əleyhi və səlləmə tabi olarsa, Allah Teala onu qoruyar, ona kifayət edər və onu hər işdə doğruya yönəldər. Ona yardım edər və onu ruziləndirər. Və İbn Qayyim rəhməhullah deyir ki, hər kim Quran və sünnətlə dostluq edərsə, yoldaşlıq edərsə, yəni kimin dərdi, yoldaşlığı, dostluğu Quran və hədislər olarsa və öz nəfsindən və insanlardan qəlbi ilə uzaqlaşaraq Allaha tərəf hicrət edərsə, qəlbi ilə Allaha tərəf gedərsə, məsələn, o insandır sadiq insan və doğru yolda olan insan. Yəni, doğru yolda olan, sadiq insan Quran və sünnəni özünə yoldaş götürən və ondan bərk tutan insandır. Və elə sünnələr var ki, müəyyən hallarda yerinə yetirilir, müəyyən yerlərdə və müəyyən vaxtlarda. Və gün ərzində elə əməllər var ki, Allah Rasulü sallallahu əleyhi və səlləm bunları etmişdir. Və müsəlman sünnədə varid olan heç nəyə səhlənkar yanaşmalı deyil. Hətta susma yerləri olsa belə. Və insan müəyyən yerlərdə Allah Rasulü sallallahu əleyhi və səlləmin etdiyinə tabi olmalıdır. Və Allah Rasulü sallallahu əleyhi və səlləmə tabiçilik deyəndə onun əxlaqı ilə əxlaqlanmaq, onun davranışı, insanlarla necə davranmışdır, məsciddəki halı, ailəsi ilə halı necə olmuşdur və qonşularla və Rəbbi ilə ədəbi necə olmuşdur. Və Allah Rasulü sallallahu əleyhi və səlləm insanlara qarşı davranışı necə edir, onlarla müamiləsi, onlarla rəftarı. Və ey müsəlman, ey mübarək insan, Quranda və hədislərdə gələn hər hansı bir əməllərə həris olaraq başqalarına qarşı qafil qalma. Misal üçün, namazda, məsciddə birinci cərgədə durmağın fəzilətini üstün tutaraq birinci cərgədə duran insanlarla pis davranmaq sənə qalib gəlməsin. Birinci cərgədə namazda durmaq fəzilətdir, üstünlükdür, lakin müsəlmanlara əziyyət vermək dillə, hər hansı bir əməllə haramdır. Və Allah Rasulü sallallahu əleyhi və səlləmin əxlaq və ədəbini müsəlman gündəlik özünə nümunə götürməlidir. Təkcə ibadət yox, və həmçində insanlarla davranışı da. Və fərzlərin yerinə yetirilməsi ilə Allaha yaxınlaşmaq nafilələrdən öncədir. Fərzlər deyəndə haramları tərk etmək də buna aiddir. Birinci cərgədə durmaq, yəni namazda ön səfdə durmaq, fərz, vacib deyil, lakin müsəlmana əziyyət verilmək haramdır. Və müsəlman bu ikisi arasında doğru düzgün müvazinət tutmalıdır. Və Allah da insan yaxınlaşmaq istəyirsə, fərzləri yerinə yetirməlidir birinci olaraq və haramları tərk eləməlidir və sonra nafilə ibadətlər və məkruhları tərk etmək də buna aiddir. Yəni birinci cərgə misal çəkilir, çünki bu görünən işlərdəndir ki, görsənir ki, insan
ön səfə, birinci cərgə hərisdir. Bu yaxşı əməldir. Lakin başqalarına əziyyət vermək haramdır və bunu tərk eləməlidir. Əgər əziyyət varsa, insan doğru düzgün seçim etməlidir. Və başqa sünnət əməllər, hansı ki zikirlərdir, gündəlik olunan zikirlər, istər namazdan sonra, istər səhər zikirləri, axşam zikirləri, səhər oyanarkən, axşam yatarkən, evə girəndə, evdən çıxanda, yemək yeyərkən, yeməkdən sonra və həmçinin evlənən insan evləndiyi vaxt etdiyi dua və yoldaşı ilə yaxınlıq etdiyi dua, hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim yaxınlıq etməzdən əvvəl desə ki, yəni bu zikri eləsə, Allahümme cennibne şeytana ve cennib şeytana ve razıqtana, Allahım bizi şeytandan uzaq et və şeytana da bizə ruzi olaraq verdiyin övladdan uzaq tut. Və sonra onlara övlad təqdir olunarsa, əbədiyyən şeytan ona zərər toxundura bilməz. Hansı ki, bu cür zikirlərdən müsəlmanlar nə qədər qafildir ki, Allah Resulü sallallahu aleyhi ve sellemin rəhmətindən, müsəlmanlara ümməti olan mərhəmətindəndir ki, bütün xeyir yollarını bildirmişdir və bütün şər yollarından da çəkindirmişdir. Və nə qədər insan bu zikirləri edər və sünnəyə tabi olarsa, bir o qədər Allahın yardımı olar. Allah Teala'nın sevgisi olar və Allah Teala'nın onunla bərabərliyi ona dəstək olar. Və İmam Nəvavi rahimehullah deyir ki, kiməsə fəzilətli əməllərdən, Allah Resulü sallallahu aleyhi ve sellem'in sabit olan əməllərdən hər hansı bir şey çatarsa, ona əməl etsin. Hətta bacarmasa belə bir dəfə olsun əməl etsin ki, hədis əhlindən olsun, sünnə əhlindən olsun deyə. Və insan mütləq şəkildə tərk etməli deyil. Və sonra hədisi zikr edir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mən sizə hər hansı bir şeyi əmr etdimsə, ondan bacardığınız qədər yerinə yetirin. Və sonra deyir ki, əgər Allah Teala kiməsə bir itaət olaraq nimət veribsə, çünki insanın ibadət eləməsi, itaət eləməsi, hər hansı bir ibadəti yerinə yetirməsi, azacıq olsa da zikir olsun və yaxud da namaz, sədəqə, Qur'an və s. zikir məclisi, elm məclisində iştirak etməsi, bu Allah Teala'nın nimətidir. Əgər Allah Teala bir kəsə itaət niməti veribsə və insan bu itaətə müvəffəq olubsa, buna davamlı olsun. Əgər Allah Teala səni qapı açıbsa, bunu qoru və buna davamlı olmağa çalış. Əgər hər hansı bir gün bu ibadət, bu itaət sənin əlindən çıxarsa, Quran oxumaq və yaxud da hər hansı bir namaz qılmaq və yaxud da zikirli olsun, onda çalış ki, bunu ödəyəsən, yəni yerinə yetirəsən. Ola bilər, vaxtı keçsə də yerinə yetirmək insan çalışmalıdır. Çünki əgər insan əlindən çıxan hər hansı bir zikri tam şəkildə tərk edərsə, sonra o əməli zayi etməyə vərdiş eləyər, asanlaşar. İmam Nəvavi deyir ki, kiməsə hər hansı bir zikir, gecə və yaxud da gündüz vaxtları hər hansı bir zikir, ibadət qapısı açılıbsa və bu vəzifəyə insan müvəffəq olubsa, gecə və yaxud da gündüz vaxtları və ya namazdan sonra zikirlər olsun və yaxud da hər hansı bir halda etdiyi zikirlər olsun, daim şəkildə etməyə müvəffəq olubsa insan, çünki bu Allah Teala'dan müvəffəqiyyətdir. Əgər bir insan davamlı şəkildə hər hansı bir əməli etməyə müvəffəq olursa, bu Allahın böyük nemətidir. Çünki Allah Teala az da olsa davamlı olanı sevir. Və əgər birdən hər hansı bir səbəblə insan bunu etməzsə, yerinə yetirə bilməzsə, onu yenidən düzəltməyə çalışsın, etməyə çalışsın, vaxtı keçsə də onu yerinə yetirsin. Və buna qarşı səhərlənkar olmasın. Çünki əgər insan vərdiş eləyərsə, yəni vaxtı keçəndən sonra və yaxud da hər hansı bir səbəblə ibadəti yerinə yetirə bilmədi və sonra tam şəkildə tərk etməyə vərdiş eləyərsə, sonradan o əməldən uzaqlaşmaqla insan məhrum olar. O əməldən uzaqlaşar və tam şəkildə o əməli yerinə yetirməkdən məhrum olar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem tabiçiliyin, yəni sünnəyə tabiçiliyin faydaları çoxdur. Lakin burada saxlayaq və Allah Teala'dan istəyirəm ki, bizi Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olan qullarından etsin hər bir halda həm zahiri və həmçinin batini halında Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmağa müvəffəq eləsin və Allah Teala bizi öz dinində sabit etsin və Allah Teala bütün müsəlmanların günahlarını bağışlasın. Allah sizə bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.